nə vaxt başa düşmüsən ki, artıq böyümüsən? Mən dərrakəmin yüksək olmasından və dünyanı dərk eləməkdən başa düşürəm ki, mən artıq böyümüşəm. Mənə lazım deyil ki, biri mənə pul versin. Mənə bir şey lazımdır. Mənə kitab alsın və yaxud mənim mədəniyyətimi yüksəldək, mənə mənəvi dəstək versin. Budur. Sizcə Amerika yoxsa Rusiya? Mən bu dövlətlər hegemon dövlətlərdir. Yəni mən bu siyasətə çox baş qoşa bilmərəm, çünki siyasətdə çoxlu boğulanlar olub. Amma mən siyasətlə heç bir, yəni bu ölkə güclü yoxsa o ölkə, ikisi də güclüdür. Mən hər ikisinin fikrinə razıyam. Mən deyə bilmərəm ki, Amerika güclüdür, iqtisadi cəhətdən Rusiya güclüdür. Rusiya da güclüdür, Amerika da güclüdür. Mən belə fikirləşirəm və hər ikisi də böyük dövlətlərdir. Hamısı hər ikisinin fikrinə razıyam. Hərəsinin özünə görə, hərəsinin öz nəzəriyyə dövlət başçılarının fikirlərindən tam razıyam. Mən deyə bilmərəm ki, Amerika güclüdür yoxsa Rusiya.